Rusiya Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin xarici siyasət kursunu müəyyənləşdirmək üçün təxminən bir ay vaxt verib. Bunu Ermənistanın Hraparak qəzeti iddia edib. Nəşrin iddiasına görə qərar qəbul edilmədiyi halda Moskva məhdudiyyətlərin ikinci, daha sərt mərhələsinə keçə bilər. Hətta Rusiyada çalışan erməni əmək miqrantlarına qarşı miqrasiya siyasəti sərtləşdirilə bilər. Nəşrin həmsöhbətləri xəbərdarlıq edirlər ki, Ermənistan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə geri qayıtması ölkə üçün ciddi iqtisadi və sosial problemlər yarada bilər. Əslində Ermənistandan tələb olunan öz mövqeyini müəyyənləşdirməkdir. Bir ayağı orada, bir ayağı burada olmaq, hər iki tərəfdə dayanmağa çalışmaq mümkün deyil. Ya oranı ya da buranı seçmək və bundan sonra həmin istiqamətdə hərəkət etmək lazımdır. Müsbət yanaşmadır, yaxşıdır. Burada heç bir pis şey yoxdur. Ticarətlə bağlı hazırki tələblər baxımından isə bir tərəfdən burada siyasi aspekt var. Lakin əsas siyasi məsələ 2026-cı ilin sonu 2027-ci ildə enerji resurslarının tədarükü ilə bağlı müqavilələr yenidən nəzərdən keçirilərkən və yenidən bağlanılarkən müəyyənləşəcək. Ermənistan isə Rusiyanın təsir dairəsindən xilas olmaqda israrlı görünür. Nikol Paşinyan deyib ki, dəmir yollarının Rusiya tərəfindən idarə olunması ilə bağlı məsələnin kəskin qarşıdurma yolu ilə deyil, dostluq şəraitində həll edilməsinin tərəfdarıdır. Bundan əvvəl də Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsinin hələ mümkün olmadığını deyib. Aydındır ki, bugün belə bir seçim Ermənistan üçün sərfəli deyil. Ermənistan hakimiyyəti üçün də sərfəli deyil. Rusiyanın ilk növbədə Belarus olmaqla müttəfiqləri ilə birlikdə Ermənistanı bugün referendum keçirməyə məcbur etmək cəhdləri heç bir nəticə verməyəcək. Ermənistan üçün sərfəli olan artıq seçdiyimiz və bir neçə ildir getdiyimiz yolla davam etməkdir. Putin və Kreml üçün isə Ermənistanın bugün belə bir referendum keçirməsi çox yaxşı və sərfəli olardı. Çünki Ermənistan xalqı birmənalı şəkildə Avropa İttifaqı yoluna getmək istəyir. Belə addım Ermənistana təzyiqi artırmaq üçün legitim bəhanəyə çevrilə bilər. Ekspertlərə görə Moskva-İrəvan münasibətlərinin gərginləşməsi təkcə Avro-Atlantik inteqrasiya ilə bağlı deyil. Bu, həm də Ermənistanın qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə bağlı siyasətini 180 dərəcə dəyişməsi ilə əlaqəlidir. Rusiya Ermənistanın daxili siyasi vəziyyətini sabitsizləşdirməyə davam edəcək. Bu, təkcə nəqliyyat dəhlizlərinə görə deyil, həm də ona görədir ki, baş naziri Paşinyan Ermənistanın müstəqilliyini gücləndirmək, Azərbaycanla sülh qurmaq və əməkdaşlığı inkişaf etdirmək istəyir. Kremlin baxışına görə bu, Rusiyanın maraqlarına ziddir. Çünki bildiyimiz kimi, Rusiya uzun illərdir Cənubi Qafqaz xalqlarını bir-birindən ayıraraq bölgəyə nəzarət etməyə çalışır. Amerika Birləşmiş Ştatları isə əksinə, region ölkələrinin davamlı sülh yaratmasına və yeni əməkdaşlıq modellərini inkişaf etdirməsinə kömək etməyə sadiqdir. Analitiklərin fikrincə, hələlik Kreml Ermənistanın kənd təsərrüfatı məhsullarına qadağa qoymaqdan irəli gedə bilmir. Rusiyanın dövlət qurumları qadağanın götürülməsi üçün əsas şərtin baytarlıq və fitosanitar normalara uyğunluq olduğunu deyir. Lakin bunun da əsasında İrəvanın siyasi kursunu seçməsi ilə bağlı tələb dayanır. Digər təzyiq üsulu isə Ermənistandakı Rusiya bazasıdır. Moskva üçün isə əsas prioritet 102-ci bazadan istifadə etmək yox, onu qoruyub saxlamaqdır.